Salamünaleyküm dəyərli şagirdlər. İnşallah ki, bu günlərə başlayacağım mən bu qeyri-üzvü birləşmələrin mühüm siniflərindən danışmağa, yəni ətod bölümünə başlayacağıq inşallah. Bismillah, oksidlərin alınması. Deməli, oksidlərin alınması üçün bir neçə də metod var. Birinci metodumuz nə olacaq dəyərli dostlar? Bəsit maddə üstünə yazım oksigen, alınacaq oksid. Yəni, nə edir uşaqlar? Məsələn, kalsium üstünə oksigen gəlmiş, alınır kalsium oksid. Və yaxud da fosfor üstünə oksigen gəlmiş, alınır P2O5. Və yaxud da S üstünə yaram O2 alınacaq SO2. Və yaxud da deyək ki, karbon üstünə yaram oksigen. Əgər oksigen az olacaqsa, dəm qazı alınacaq. Yox, oksigen çox olacaqsa, əmələ gələcək karbon qazı. Və yaxud da dəmir üstünə yaram oksigen alınacaq ferium 3O4 və yaxud da mis üzərinə yaram oksigen alınacaq mis oksid. Burada bir şeyə diqqət edək. Deməli, oksigen az olanda fikir verdinizsə karbon qazına dəm qazı, oksigen çox olanda karbon qazı əmələ gətirir. Amma kükürlə yalnız SO2 alınacaq. Sonra bu SO2-nin üstünə oksigen gələcək, o ayrı məsələ. Amma ilk öncə oksigen əmələ gətirəcək. Dəyərli dostlar, bu deməli, bu gördüyünüz qəlibdə bütün elementlər oksigenlə reaksiya edib oksid əmələ gətirirmi? Xeyr. Bəs hansı elementlər ki, oksigenlə reaksiya girmir ümumiyyətlə? Qiymətli pozitiv metallar, yəni argent, platin və aurum və bir də halogenlər, yəni flor, xlor, bromiod. Bunlar oksigenlə ümumiyyətlə reaksiya girməyəcək. Yəni, məsələn, yazsaq ki, flor 2 üstünə yaram O2, buradan nə alınır uşaqlar? Heç nə. Və yaxud da deyək ki, argentum üstünə yaram oksigen, buradan nə alınacaq uşaqlar? Heç nə alınmayacaq. Bunlar reaksiya girməyəcək. Burada bir şey diqqət edək dostlar. Natrium və kalium oksigenlə reaksiya girir, amma oksid əmələ gətirməyəcək. Dəyərli dostlar, nə demək istəyirəm burada? Baxın, natriumla oksigen reaksiyasına alınacaq natrium 2O2 ki, bu maddə oksid deyil, peroksiddir. Və yaxud da kaliumun üstünə oksigen yanında alınacaq kalium O2 ki, bu maddədir. Nədir uşaqlar? Superoksiddir. Bunların heç biri oksid deyil ha. Bəs bunların oksidləri necə alacaq? Bunları dolayı yolla alacaq. İnşallah gələcəyinə mən sizə qələm metallar çizəcəm. Orada bunların oksidləri necə alınır, onları sizə deyəcəm. Növbəti ikinci metodumuz. Qaydaya fikir verin. Deməli, suda həll olmayan əsaslar parçalanır və nə əmələ gətirir? Metal oksidi və su əmələ gətirir. Burada nəyə diqqət edək? Suda həll olmayan sözü verilibdir. Yəni, məsələn, mənə verilsə ki, deyək ki, kalium OH. Burada güya parçalanmış, güya əmələ gəlmiş kalium 2O üstünə yaram H2O. Bax, bu reaksiya yanlışdır. Niyə? Çünki suda həll olan əsaslar parçalanmazlar. Suda həll olan əsaslar hansılardır? Natrium, cız, casır, ba. Bunların OH-ları. Təbii ki, bir də NH4 OH da var. O parçalanır, amma o biraz belə deyək də istisna halda. Onu qoyaq qırağa. Təbii ki, oradan heç metal oksidi də alınmır. Deməli, baxın, yerdə qalan əsaslar, deməli, suda həll olmayan əsaslar da onlar da parçalana bilirlər. Metal oksidi və su alınır demişəm. Qaydaya baxın, alüminium OH3 isə burada metal olan alüminium idi. Deməli, alüminiumun oksidi alınmalıdır. Alüminium özü 3 valentlidir, oksigen də 2 valentlidir. Mən bunu formulunu tərtib edərkən alüminiumun ayağına 2, oksigenin ayağına da 3 düşəcək və su alınacaq. Nə demişəm? Çünki demişəm metal oksidi, baxın metal oksidi aldım sizin üçün burada və bir də su alınır. Dahası, dostlar, elementin əgər aşağı oksidaşma dərəcəli oksidi varsa, bunu oksidləşdirmənin yüksək oksidaşma dərəcəli oksid almaq olar. Yəni, bu qaydaya fikir verin dəyərli dostlar. Yəni, nə demək istəyirəm? Deməli, CO-da karbon müsbət oksidaşma dərəcəsi göstərir. Yəni, mən bunu oksidləşdirməklə CO2 ala bilərəm. Dostlar, çünki karbon özü 4-cü qrup elementidir. 4-cü qrup elementinin maksimum oksidaşma dərəcəsi müsbət 4-dür. Yəni, əgər bu müsbət 2-dədirsə, bunun böyüyüb müsbət 4 olmaq şansı var. Və yaxud da element əgər maksimum oksidaşma dərəcəsindədirsə, yəni məsələn müsbət 4-dədirsə, mən bunu reduksiya etməklə aşağı oksidaşma dərəcəli oksid ala bilərəm. Yəni baxın, bunu ala bilərəm. Bu arada uşaqlar bir şey deyim sizə. Element əgər maksimum oksidaşma dərəcəli oksidindədirsə, daha oksidləşməyəcək. Məsələn, CO2 üstünə gəlirəm. Oksigen buradan uşaqlar heç nə alınmayacaq. Çünki maksimum müsbət 4 ola bilərdi və artıq müsbət 4-dədir. Daha bundan da yuxarı qalxa bilməyəcək bu. Belə. Keçək qələvlərin alınması. Yəni, suda həll olan əsasların alınması. Birinci qaydaya diqqət edək. Deməli, aktiv metal üstünə gəlirəm su alınır qələvi və hidrogen. Deməli, sonra aktiv metallar, bir ayadımızı sarıq, li, natrium, cız, casır, ba. Bunlar aktiv metallardır. Bunların üstünə su gələndə alınacaq qələvi və hidrogen. Yəni, dostlar, natriumun qələvisi necə olar? Natrium OH olar. Və buradan da H2 çıxacaq. Bunu biraz başqa cür yazsaq. Baxın, suya belə baxa bilərik də. HOH.
Natrium gəlir, bu OH-ı buradan götürür. Alındı mı natrium OH? Baxın bu. Yerdə qalan bu bədbəxt H da H2 şəklində çıxacaq bayra. Dahası aktiv metalın hidridi. Dostlar, bu söz nə deməkdir? Aktiv metalın hidridi. Deməli, aktiv metallar, yəni lin aktiv cıstasırbanın yanında hidrogen görsəniz, buna hidrid deyəcək. Bunun üstünə su gələndə nə qəribə ki, yenə də qələvi və hidrogen alınır. Məsələn, dostlar, kalium H, bu ikini silin burada, bu bizim xətamızdır. Kalium H-ın üstünə H2O gəlirəm. Nə alınıb dostlar? Qələvi və hidrogen. Yəni, kaliumun qələvisi necə olar? Kalium OH olar və hidrogen. Amma mən niyə görə ayağına 2 falan yazmadım? Çünki kalium özü bir valentlidir, OH qrupu da bir valentlidir. Ona görə ayaqlarına heç nə düşmədi. Hə, bu necə başa düşək? Bayaqçı kimi. Baxın, HOH yazıram. Kalium deyir ki, OH-ı mənə verin. Verirlər ona. Alındı mı kalium OH? Fikir verin, hər birindən də bir dənə H artıq qalıb. O H-lar da birləşincə də H2-yə çevrilir. Dahası növbəti bir metodumuz. Nə demişik? Aktiv metalın oksidi, üstünə gələm qələvi və görün nə alınır buradan. Buradan alınır, daha doğrusu aktiv metalın oksidi üstəyərəm su. Burada alınacaq sadəcə qələvi. Yəni hidrogen çıxmayacaq. Bayaqlar içində hidrogen çıxırdı və qələvi alınırdı. Burada sadəcə qələvi alınacaq, hidrogen çıxmayacaq. Aktiv metalın oksidi. Bir daha deyim, lin, natrium, cıstasırba. Bunlar aktiv metalllardılar. Və bunlar yanında oksigen görsəniz, təbii ki, qaydalara uyduğu şəkildə oksid adlanacaq. Yəni, kalsium oksid aktiv metalın oksididir artıq. Bunun üstünə su gəldikdə nə baş verəcək? Fikir verin, qələvi alınır. Qələvi dediyimiz kalsiumun qələvisi də bu şəkildə olacaq. Kalsium OH 2 dəfə. Niyə 2 dəfə dedim? Çünki kalsium özü 2 valentlidir. OH qrupu da 1 valentlidir. Ona görə də kalsiumun ikisi OH-ın ayağına keçmiş olacaq. Keçirik növbəti metodumuz. Baxın, duzun üstünə qələvi gəlirəm. Yeni duz, yəni qələvi alınır. Yəni, bu işarə edeyim, bu hissəyə diqqət edin. Burada bir qaydamız var. Qələvi və duz hər ikisi suda həll olan olmalıdır. Qələvi təbii ki, suda həll olur. Duz özü də suda həll olan olmalıdır. Və alınan maddələrdən heç olmasa biri çöküntü olmalıdır. Yəni, baxırıq. Natrium karbonat suda həll olan maddədirmi? Bəli. Bunu bir də hardan bilirik uşaqlar? Demişdik, natriumun, kaliumun və NH4-ün bütün duzları həll olur. Sonra, barium OH2. Suda həll olurmu? Bəli. Çünki barium aktiv metaldır. Aktiv metalların əsasları qələvlər adlanırdı və bunlar suda həll olurdular. İndi mən burada nə edəcəm uşaqlar? Baxın, metalların yerini dəyişəcəm. Yəni, natriumla bariumun yerini dəyişəcəm. Natrium götürəcək OH-ı, alınacaq natrium OH. Barium da götürəcək karbonatı, alınacaq barium CO3. Sadəcə natrium da 1 valentlidir, OH da 1 valentlidir deyə bunların ayaqlarına heç düşməyəcək. Barium da 2 valentlidir, CO3 qrupu da 2 valentlidir deyə barium CO3 alınacaq. Mən də əmsallaşdırmaq üçün buraya 2 atsam yetərlidir. Hə, deməli, barium karbonat çöküntüdür. Karbonat iyonu ümumiyyətlə natrium, kalium, NH4 ilə birləşirsə həll olur. Qalan bütün hallarda çöküntüdür. Sonra dostlar, bir də qələvlərin sənaye metodu var. Sənayedə qələvləri almaq üçün onların floridlərinin suda məhlullarını elektroliz eləyirlər. Burada nə baş verəcək? Dostlar, kalium xloridi elektroliz olunanda kalium aktiv metaldır deyə özü getməyəcək, özü qalacaq. Özünün əvəzinə göndərəcək hidrogeni, yəni katodda hidrogen ayrılacaq. Xlorsa oksigensiz turşu qalıqıdır deyə özü gedəcək. Deməli, xlor getdi, alındı, xlor 2. Dostlar, əgər elektroliz prosesində sonda metal qalarsa, əmələ gəlir əsas. Turşu qalarsa, turşu əmələ gələr. Bizim misalımızda kalium özü getməmişdi, qalmışdı. Ona görə də əsas əmələ gətirəcək. Kalium OH. Bitdi. Bu da bizim qələvlərin alınması metodları. Keçək dostlar, turşuların alınması metodlarına. Turşuların alınmasının birinci metoduna diqqət edin. X-in üstünə gələcək hidrogen, əmələ gələcək oksigensiz turşu. Əslində uşaqlar, burada nə olur? X-imizin yerinə flor, xlor, brom, yod və kükürt ola bilər. Bu bir. Dahası, dəyərli dostlar, bir də bir şey deyim sizə. Buradan əmələ gələn şeylər əslində hələ ki turşu deyil. Yəni, məsələn, H2 ilə flor 2-nin reaksiyasına alınır H-flor. Və yaxud H2 ilə S-in reaksiyasına alınır H2S. Hələ ki, bunlar turşu deyirlər. Hələ ki, bunlar qazdırlar. Bu alınmış qazları suda həll etdikdə əmələ gələcək müvafiq turşu. Dahası, keçək növbəti alınma metodu. Turşu oksidinin üstünə su gələcək, əmələ gələcək turşu. Dəyərli dostlar, burada bir məqam var ki,
Birinci bilmək lazımdır. Bu turşu oksidi nə olan şeydir? İkinci bilmək lazımdır. Bütün turşu oksidləri turşu əmələ gətirə biləcəkmi? Nəhayət, üçüncünü bilmək lazımdır ki, hansı turşu oksidi hansı turşunu əmələ gətirəcək? Bir, turşu oksidi nə idi? Gəlin bir yadımıza salaq. Dostlar, turşu oksidi deyəndə, turşu oksidi. Dəyərlər, bax, belə bir şey nəzərdə tutacağıq. Deməli, turşu oksidi. Turşu oksidi iki formada olacaq. Birincisi, qeyri-metal oksidi olacaq. Amma bir qaydamız var ki, oksigen sayı bərabər ola bilməz birə. Yəni, birdən fərqli oksigen sayı olan qeyri-metalların oksidlər olsun. Məsələn, dostlar, yadınıza salaq, məsələn üçün deyirəm, NO2 bir turşu oksididir və yaxud da CO2 bir turşu oksididir. Amma NO turşu oksidi deyil və yaxud da CO turşu oksidi deyil. Niyə? Çünki burada oksigen sayı 1-ə bərabərdir. Deməli, qeyri-metallar olacaq, qeyri-metal oksidləri olacaq və oksigen sayıları birdən fərqli olacaq. Bunlar turşu oksidləri və yaxud da metal oksidi olacaqdır. Amma formul belə olacaq. Metal 2O7 və yaxud da metal O3. Yəni, metalın oksijenləşmə dərəcəsi müsbət 5, müsbət 6, müsbət 7 ola bilər. Sadəcə orta məktəbdə müsbət 5-i çox köklənməyibdir. 6 və 7-ni verib. Yəni, bu şəkildə olur. Məsələn, dostlar, deyək ki, manqan 2O7. Bu bir turşu oksididir. Və yaxud da xrom O3. Bu bir turşu oksididir. Qısası, bunlar turşu oksidləridir. Bu parametrlərə cavab verənlər turşu oksidləridir. Hə, nə demişəm? Demişəm, turşu oksidləri üstünə su gələndə alınır oksigenli turşular. Dostlar, burada bir dənə məqam var. Bir dənə silisium O2 istisnadır. Bunun üstünə su gələndə turşu alınmayacaq. Turşu oksididir silisium O2, amma turşu əmələ gətirməyəcək. Dostlar, SO2-nin üstünə H2O gəlirəm. Buradan alınacaq H2SO3. İndi bir məqam var. Şagird deyir ki, ay müəllim, mən nə bilim ki, SO2-dən H2SO3 alınacaq. Baxın, deməli, SO2-nin üstünə H2O gələndə, təbii ki, burada oksigenli bir kükürt turşusu alınmalıdır. Kükürdün də oksigenli turşularından biz H2SO3-ü və H2SO4-ü tanıyırıq. Baxın, burada kükürdün oksigenləşmə dərəcəsi müsbət 4-dür. Burada da müsbət 4-dür. Deməli, turşu oksidində mərkəzi atomun oksigenləşmə dərəcəsi neçə olacaqsa, turşuda da mərkəzi atomun oksigenləşmə dərəcəsi eyni ədəd olmalıdır. Ona görə baxın, SO2-dən H2SO3 aldıq. Dostlar, deməli, turşu oksidinə bəzən turşu anhidridi də deyirlər. Və məsələn, hansı turşu oksidi, hansı turşuya uyğun gəlirsə, yəni su ilə reaksiyaya girdikdə hansı turşuya çevrilirsə, buna həmin turşunun anhidridi deyirlər. Məsələn, uşaqlar, SO3 H2SO4-ün anhidrididir və yaxud da CO2 H2CO3-ün anhidrididir və yaxud da SO2 H2SO3-ün bu qayda ilə, deməli, bu SO3 2 dəfə yazmışıq, niyəsə bilmirəm. Sonra silisium O2 H2silisium O3-ün anhidrididir. Ay uşaqlar, amma bu demək deyil, silisium O2 su ilə reaksiyaya girəcək. Burada diqqətli olaq. Sadəcə bu turşuya uyğun gəlir deyə yadımızda saxlayaq. Baxın, xlor 2O7-ni H-xlor O4-ə uyğun gətirmişik. Niyə? Çünki, dostlar, baxın, burada da müsbət 7-dir, burada da müsbət 7-dir oksigenləşmə dərəcələri xlorların, ona görə. Və yaxud da manqan O2 H-manqan O4-ə uyğun gəlir oksigenləşmə dərəcələrinə görə və manqan O3 də H2-manqan O4-ə uyğun gəlir. Hə, belə bir şey var. P2O5 3 dənə turşuya uyğun gələcək. İndi inşallah biz gələcəyinə P2O5-i keçəndə orada deyəcək ki, bunun 0 dərəcə, 20 dərəcə və 100 dərəcə su ilə reaksiyasından fərqli turşular alınırmış. Uşaqlar, mən bunu niyə deyirəm? İnşallah gələcəyini biz duzların reaksiyalarında və yaxud da turşu ilə filan şeyin reaksiyalarında bunlara ehtiyac duyacaq. Bunlar bizə lazım olacaq. Keçək növbəti məsələmizə. İndi başlayırıq. Fikir verirsə, uşaqlar, mən duzların alınması reaksiyasını demədim sizə. Çünki duzların alınması başqa maddələrin kimyəvi xassələridir. Yəni, biz başqa maddələrin kimyəvi xassələrində onsuz da duzların alınması məsələsinə toxunacaq. Yəni, nə demək istəyirəm? Dəyərli dostlar, başlayaq bunların kimyəvi özəlliklərinə. Birincisi, oksidlərin kimyəvi xassələri. Başlayaq birinci qaydamız. Nə demişik? Aktiv metalın oksidi üstünə su gələndə alınır qələvi. Uşaqlar, burada diqqətli olaq. Bax, aktiv metalın oksidi deyirəm. Aktiv metalın. Yəni, nə alınacaq? Qələvi alınacaq. Olsa bayaqlar biz bu reaksiyaya baxmışdıq. Yəni, aktiv metal, lina, qırmızı, sırba, bunların yanında oksigen görürsünüz. Bu, təbii ki, qaydalara uymaq şərti ilə.
Bu deməli olacaq aktiv metalın oksidi. Üstünə də su gələndə alınacaq natrium OH, yəni qələvi alındı. Turşu oksidinin üstünə su gələndə də turşu alınır. Biz az əvvəldə bunu da öyrənmişdik. H2SO3. Ona görə bunlar barəsində çox danışmayacağım. Yerdə qalan oksidlər, yəni amfoter oksidi, qarışıq oksidlərdir və yaxud da ola bilər əsası oksid olsun, amma nədir dostlar? Aktiv metalın oksidi deyil. Bunlar su ilə reaksiyaya daxil olmayacaqlar. Yəni, nə demək istəyirəm? Məsələn, bizə verilir. Kuprium oksid üstünə gələm H2O. Buradan nə alınır uşaqlar? Heç nə alınmır. Çünki bu aktiv metalın əsas oksidi deyil. Və yaxud da berilyum oksid. Buradan nə alınacaq uşaqlar? Heç nə. Niyə? Çünki bu amfoter oksiddir. Demişik, amfoter oksid. Suyun reaksiya yeməzdir. Və yaxud da ferium 3O4 üstünə gələm H2O. Bu bir qarışıq oksiddir. Suyun reaksiya yeməzdir. Xeyr. Dahası. Dostlar, növbəti bir hissəyə baxın. Əsası oksid, üstünə gələn turşu oksidi alınacaq duz. Bax, bu bizə lazım olacaq. Bayaqlar bir şey demişdim. Demişdim ki, buna diqqət edin, bu bizə lazım olacaq. Bax, P2O5 bir neçə turşuya uyğun gəlir. Ən çox da uyğun gəldiyi turşu H3PO4 turşusudur. Ən çox biz bundan istifadə edəcəyik. Yəni, bax, indi bizə deyir, natrium 2O ilə P2O5-in reaksiyasından nə əmələ gələr? Dəyərli dostlar, buradan nə alınacaq? Buradan alınmalıdır duz. Duzun tərkibində nə var idi? Metal atomu var idi. Yəni, natriumu yazıram. Və bir də turşu qalığı var idi. Dostlar, P2O5 hansı turşuya uyğun gəlmişdi? H3PO4-ə. Və bunun qalığı nədir uşaqlar? PO4. İndi deyəcəksiniz, ay müəllim, HPO4 də bunun qalığıdır. H2PO4 də bunun qalığıdır. Amma dostlar, burada hidrogen yoxdur axı. Ona görə də mən sadəcə PO4 qalığını götürəcəm. PO4. Natrium 1 valentlidir. PO4 qalığı da 3 valentlidir. Ona görə də olacaq natrium 3PO4. Bunu şagirdlər biraz çətin başa düşürlər deyə bir dənə də buna aid nümunə verirəm. Və yaxud da başqa bir örnək deyim. Deyək ki, məsələn, bizə verilmiş, nə verilmiş? Kalsium oksid. Bu bir əsası oksiddir. Bu arada uşaqlar, yəni digər metalların əsas oksidləri də ola bilər. Gəlin, məsələn, pasiv metal yazaq. Kuprium oksid. Üstünə gəlirəm SO2. Dostlar, yadımıza salaq. SO2 hansı turşuya uyğun gəlirdi? SO2, H2SO3. SO3 dedim, SO4 demədim. Bu turşuya uyğun gəlir. Deməli, alınan duz belə olmalıdır. Metal, yəni kuprium. Və bir də turşu qalığı olmalıdır. Bu turşu qalığı da, baxın, bu qalıq olacaq. Yəni, SO3 qalığı. SO3 qalığını da yazıram bura. Gördüyünüz kimi, burada metal ikivalentlidir. Və SO3 qalığı da ikivalentlidir. Ay müəllim, mən bunu hardan bildim? Çünki o, H2SO3-ün qalığıdır. Bu da ikivalentli, bu da ikivalentli. Valentləri ixtisar gedəcək, maddəmiz elə kuprium SO3 də qalacaq. Keçək növbəti qaydamıza. Əsası oksid üstünə gələn turşu alınacaq, duz və su. Dostlar, burada da arxain olmaq lazımdır. Onsuz da bütün əsası oksidlər bütün turşularına reaksiya daxil olurlar. Qaydamız belədir. Çox bəsit bir qaydadır. Bax, metalla hidrogenin yerini dəyişəcəyik. Başqa bir şey eləməyəcəyik. Yəni, nə olacaq? Əvvəl H2SO4 idi. H2-nin əvəzinə kalium daxil olacaq. Olacaq kalium 2SO4. Və oksigen əvvəl kaliumla birləşmişdi. Onun əvəzinə hidrogen girdi. Hidrogenlə də oksigen birləşəndə H2O oldu. Bitdi. Bu qədər bəsitdir məsələ. Bunu pasiv metal reaksiyasında olurmu? Olur. Orta aktiv metalda olurmu? Olur. Bütün metallarda qısası bu reaksiyanı aparmaq olar. Məsələn, başqa bir örnək deyək ki, olsun, fərqli rəng seçək. Kuprium oksid, yəni pasiv metal oksid. Üstünə gəlirəm, məsələn üçün, deyək ki, olsun H2SO3. Baxın, burada yenə də yerini dəyişəcək. Kupriumla hidrogenin yerini dəyişir. Olsun kuprium SO3 H2O. Burada daha heç nəyə ehtiyac yoxdur. Elə belə də qalacaqlar. Dostlar, mən niyə bunu belə də saxladım? Baxın, CO3 qrupu ikivalentlidir. Niyə? Çünki H2SO3-ün qalığıdır. Kuprium da ikivalentlidir. Baxın, oksigen də ikivalentlidir, kuprium da ikivalentlidir ki, ayaqlarına heç nə düşmür. Bu arada kuprium dəyişkən valentlidir. Burada ikivalentlidir sadəcə olaraq. Bunların içində ikivalentli olduğunu ayaqlarına heç nə düşmədi. Belə də qaldı. Keçək oksidlərin kimya xassələrinin davamına. Dahası, baxın, növbəti bir qəlibə diqqət edək. Nə yazmışıq? Yazmışıq, turşu oksidi üstünə gələn qələvi alınır duz. Burada diqqətli olmaq lazımdır. Deməli, dostlar, turşu oksidlərindən xüsusən bizə soruşulan budur.
SO2-dir, SO3-dür, CO2-dir. Bunların 1 molu ilə 1 mol əgər bir turşulu qələvi, yəni XOH tipində qələvi. Bunlar da hansı ola bilər uşaqlar? Linakribcıs. Bax, casırbanı demədim ha uşaqlar. Casırba çünki 2 valentlidir. Bu 1 valentli metalın OH olmalıdır. Əgər görsəniz, baxın, 1 valentli metalın OH-ıdırsa, yəni linakribcısdırsa, fikir veriniz, mən casırbanı demədim. Ancaq bu metalların yerdə qalan heç bir metalın qələvisini nəzərdə tutmuram. Ancaq bu metalların özü də qələvi deyirəm uşaqlar, yəni ancaq aktiv metallardan söhbət eləmişəm və aktiv metalların içərisində də ancaq bunları götürmüşəm. Əgər birin birə nisbətində daxil olacaqsa, alınacaq 1 mol turşduz. Yəni nə demək istəyirəm? Bax, 1 mol CO2-nin üstünə 1 mol natrium OH gəlmişəm. Buradan alınacaq natrium HCO3. Bitdi. Dəyərli dostlar, əslində bir çox hallarda, deməli, şagirdlər yazında problem yaşayırlar, amma bir çox hallarda bir dənə fikir verin. Sol tərəfdə bir dənə natrium var, önərə burada bir dənə natrium var. Bir dənə hidrogen var, bir dənə hidrogen var. Bir dənə karbon var, bir dənə karbon var. Cəmi 2 dənə oksigen burada, bir dənə də oksigen burada. Cəmi 3 dənə oksigen var. Yəni belə də yan-yana qoyanda da bir çoxunu yazmaq mümkün olur, amma bəzən elə olmaya da bilir. Sorum dahası. İndi həmin bu turşu oksidlər, yəni SO2, SO3 və ya CO2. Bunlar əgər 2 mol bu tipli qələvilərlə, yəni linakribcıs qələviləri ilə, metalların qələviləri ilə birin 2-yə nisbətində reaksiya daxil olsa, normal duz və su alınır. Yəni nə demək istəyirəm? Buradan alınacaq. Fikir verin, biz CO2-dən 1 mol götürmüşük, natrium OH-dan 2 mol götürmüşük. Onda nə olacaq? Normal duz və su alınacaq. Yəni natrium 2, CO3 və su alınacaq. Fikir verdinizsə, birin 1-ə nisbətində olanda turş duz alındı, su çıxmadı. Birin 2-yə nisbətində olandasa normal duz və su alındı. İndi bu növbəti hissəyə baxın, aşağı hissəyə diqqət edin. Yenə eyni turşu oksidləridir. Bu dəfə XOH2 ilə reaksiya daxil olarsa və bizim X-imizdə burada nə ola bilər? Casırba. Uşaqlar, yer deyirəm, amma başqa metallar ümumiyyətlə olmaz. Yəni, məsələn, qoy bir dənə yuxarıdakına nümunə deyim. Deyək ki, məsələn üçün, bizə yazıb kuprium 2O üstünə gələn CO2. Buradan nə alınır? Heç nə. Bu reaksiya bağışlayın. Bəli. Bir dənə qoy bunun əsasını yazaq. Bağışlayın. Kuprium OH deyək ki, bax, bu reaksiyadan ümumiyyətlə heç nə alınmayacaq. Çünki bu suda həll olmayan əsasdır. Və yaxud da deyək ki, məsələn, ferium OH 2 dəfə üstünə gələn karbon qazı. Bu reaksiyadan nə alınacaq? Ümumiyyətlə bu reaksiya getməyəcək. Yəni, suda həll olmayan əsaslar ümumiyyətlə bu reaksiyaya girmirlər. Amma suda həll olan əsaslarda da nə edəcəyik? Biz diqqətli olmaq lazımdır. Əgər XOH tiplidirsə, birin 1-ə nisbətində olanda 1 mol turş duz, birin 2-yə nisbətində olacaqsa, normal duz və su alınır. Uşaqlar, əgər casırbanın OH-larıdırsa, yəni ikivalentli metalların qələviləri ilə bu turşu oksidlər reaksiya daxil olacaqsa, turşu oksidindən bu dəfə 2 mol götürürük. Bundansa 1 mol götürürsə, 1 mol turş duzu alınacaq. Yəni, baxın, reaksiya belə olacaq. Kalsium HCO3 2 dəfə, yəni bax, bundan 2 mol götürmüş olacaq. Və yaxud da əgər biz birin 1-ə nisbətində götürsək, bu dəfə normal duz və su alınacaq. Kalsium karbonat və su. Uşaqlar, lütfən burada diqqətli olaq. Bu biraz insanın başını belə qarışdırandır. Bu gördüyünüz turşu anhidridlərində nə edəcəyik biz? Bu turşu anhidridlərində hökmən linakribcısla reaksiya daxil olsa, birin 1-ə nisbətində 1 mol turş duz, birin 2-ə nisbətində normal duz və su. Yox, əgər casırbanın OH2 ilə reaksiya daxil olacaqsa, 2-nin 1-də turş duz, birin 1-də normal duz və su alınacaq. Dediyimiz kimi, suda həll olmayan əsaslar bu reaksiyaya daxil olmurlar. Dostlar, bir də belə bir şey var. Normalda, baxın, qələviləri ağzı açıq saxladıqda, onlar havadakı karbon qazını udacaqlar. Məsələn, uşaqlar, bu reaksiyaya diqqət edin elə. Görürsünüz, havadakı karbon qazı udulub. Və ona görə də qələvinin kütləsi artacaq. Ona görə də uşaqlar, əgər qələvinin, belə deyək, yararsız hala düşməsini istəmirsinizsə, qələvi olan qabın ağzını hökmən qapalı saxlamaq lazımdır. Oksidlərin kimyəvi xassələrinə davam edirik.
Dəyərli dostlar, amfoter oksidlər həmçinin turşularla reaksiya girəndə duz və su əmələ gətirəcəklər. Bu nə deməkdir? Baxın, burada çox sadədir. Sinklə hidrogenin yerini dəyişək. Nə alınacaq? Sink SO4 üstünə gələm H2O. Əsas olan budur uşaqlar. Baxın, amfoter oksidin üstünə qələvi gələndə duz və su alınacaq. Dostlar, bu tipli reaksiyaları əzbərləməyi tövsiyə edirəm sizə. Sink oksid özü amfoter oksiddir. Baxın, fikir verdinizsə, turşu görəndə özünü əsas oksid kimi apardı. Duz və su əmələ gətirdi. Əsas görəndə də özünü turşu oksidi kimi aparır. Yəni qələvi görəndə. Burada nə əmələ gələcək? Əmələ gələcək kalium 2, sink O2, üstünə gələm H2O. Yenə duz və su alındı. Sadəcə olaraq sink oksid özünü nə kimi apardı? Turşu oksidi kimi apardı. Bir də bir şey diqqət etmək lazımdır. Suda həll olmayan əsaslar bu reaksiyaya daxil olmayacaqlar. Yəni nə demək istəyirəm? Məsələn, sink oksid üstünə gəlirəm, deyək ki, kuprium OH2 dəfə. Bu reaksiya gedəcəkmiş olar? Xeyr. Niyə? Çünki bu gördüyünüz maddə suda həll olmayan əsasdır. Amfoter oksidlər yalnız və yalnız qələvilərlə, yəni suda həll olan əsaslarla duz və su əmələ gətirə bilirlər. Dahası, turşu oksidləri duzlarla reaksiya daxil olanda, bu hissəyə diqqət edərlər. Turşu oksidləri deyir ki, duzlarla reaksiya daxil olanda yeni duz, yeni turşu alınacaq. Allahım, bu nə deməkdir? Dəyərli dostlar, burada turşu oksidlərinin belə bir sırası var və bu sırada hər bir turşu oksidi özündən sonra gələni duzundan sıxışdırıb çıxardır. Yəni, bu nə deməkdir? Silisium O2 bunların ən güclüsüdür. CO2-si ən zəifidir bunlar. Silisium O2 uyğun olaraq P2O5-də, SO2-də, NO2-də hamısının duzundan sıxışdırıb çıxara bilir. CO2 heç birini duzundan sıxışdırıb çıxara bilmir. Yəni, nə demək istəyirəm? Baxın, yazmışam kalsium karbonat. Mən bunu belə yaza bilərəm. Kalsium oksid vurulsun karbon qazı. Bunun üstünə gəlirəm silisium O2. Nə baş verəcək? Alınacaq kalsium silisium O3. Yəni, kalsium oksid vurulsun silisium O2. Üstünə gəlirəm karbon qazı. Fikir verdinizsə, silisium O2 karbon qazını sıxışdırıb çıxartdı, tulladı bayra. Özü girdi onun yerinə. Bu reaksiyanın əksi mümkündürmü? Xeyr. Yəni, məsələn, yazılsa ki, deyək ki, kalsium silikat, üstünə gəlirəm karbon qazı. Bu reaksiyadan nə alınır? Heç nə. Mümkün deyil. Burada deyirlər, az uçucu turşu oksidi çox uçucunu duzundan sıxışdırıb çıxardır. Silisium O2 qumdur da, uçmaz ki qum. Yəni, mən külə vuranda uçur, onu demirəm. Yəni, qaz halında deyil ki, havaya uçmuş o. Amma deyək ki, karbon qazı qaz halındadır, havaya uçur. Dahası. Dostlar, bəzi oksidlər var ki, onlar qızdıranda parçalanırlar. Xüsusən civənin və gümüşün oksidləri. Məsələn, civənin oksidi parçalanır, civə və oksigen alınır. Və yaxud da gümüşün oksidi parçalanır, gümüş və oksigen alınır. Dahası, belə bir qayda var. Əsas oksiddən əsas oksid reaksiya edilməz. Yəni, belə deyək də, eyni hərflə başlayanlar adətən bir-birinə reaksiya daxil olunur. Yəni, əsası oksid, üstə gələm əsası oksid reaksiya daxil olunur, eyni hərflə başladı. Bilirsiniz, əsası oksiddən əsas da reaksiya daxil olunur. Yəni, məsələn, nə demək istəyirəm? Deyək ki, kuprium oksid üstünə gələm, deyək ki, məsələn, ferium O. Bu reaksiya gelməyəcək, çünki ikisi də əsas oksiddir. Və yaxud da, kuprium oksid üstünə gələm, ferium OH2. Bu reaksiya gelməyəcək. Təbii ki, istisnalar vardır, biz yuxarıda gördük onu. Amfoter olsa oksid artıq əsas oksiddən çıxır. Yəni, bütün əsaslar, bütün əsas oksidlərlə, daha doğrusu, bütün oksidlər, metal oksidləri, bütün əsaslarına reaksiya daxil olmuş ki, yanlışdır. Biz gördük ki, burada amfoter metalın oksidi qələvinə reaksiya daxil oldu. O başqa məsələ. Həmçində turşu oksiddə turşu oksidindən və turşu ilə reaksiya daxil olmayacaq. Yenə də baxın, eyni hərflə başlayanlardır. T ilə reaksiya daxil olmadı, T ilə reaksiya daxil olmadı. Belə bir şey. Yəni, məsələn, CO2 üstünə gəlirəm, deyək ki, H2SO4. Bu reaksiyadan nə alınacaq uşaq? Heç nə. Çünki biri turşu oksidi, biri turşudur. Təbii ki, bunun istisnası da var. Onu inşallah ki, sizə gələn dərslərimizdə deyəcək Allahın izni ilə. Keçək əsasların kimyəvi xassələrinə. Dəyərli dostlar, əsasların kimyəvi xassələrində ən önəmli nöqtə əsas turşu reaksiyalarıdır. Burada diqqətli olmaq lazımdır. Əgər OH H sayına bərabərsə, normal duz alınacaq. Yəni, fikir verin, alüminium OH3-də 3 dənə OH var. H3PO4-də də 3 dənə H var. 3 dənə OH-la 3 dənə H reaksiya daxil olunca 3 dənə HOH, yəni 3 molekul su alınır. Bəs yerdə nə qalındı? Daha doğrusu, nə qaldı? Yerdə qalanlar. Buradan alüminium qalıb, buradan da PO4 qaldı. Bu
Bu alüminiumla da PO4'ü yazıram yan yana. Alüminium və PO4. Təbii ki, PO4 də 3 valentlidir, alüminium da 3 valentlidir deyə ayaqlarına heç nə düşməyəcək. İndi baxın, əgər görsəniz, yox, OH sayı çoxdur, əsası duz alınacaq. Fikir verin bu məqama. Burada, baxın, 2 dənə H var, 3 dənə OH var. Bu 2 dənə H, 3 dənə OH-ın ikisini götürəcək. Biri qalacaq. Bax, biri qalacaq deyirəm ha, ikisini götürəcək. Yəni 2 mol HOH alınacaq. Bu alüminium OH3-dən 2 dənə OH gedibsə, bir dənəsi qalır. Yəni alüminium OH qalır. Ki bu qalıqda 2 valentlidir. Çünki 2 dənə OH-ını itirib. Bəs turşuda nə qalıb? Turşuda 2 dənə H var, ikisi də getdi. SO4 qalmışdı. Və bu SO4 də bunun yanına gələcək. Hansı ki bu da 2 valentlidir. Alın sizə əsası duz. Ayaqlarına dəyişini düşməyəcək. Və üçüncü bir məqam dəyərli dostlar, burada OH sayı H sayından kiçik olacaqsa, yəni H sayı böyük olacaqsa, turş duzu alınacaq. Bu məqama diqqət edin. Baxın, burada gördüyünüz kimi 2 dənə OH var, amma 3 dənə H var. 2 dənə OH, 3 dənə H-ın ikisini götürəcək. Yəni 2 molekul HOH əmələ gətirəcək. Nə qaldı? Kalsiumun sadəcə özü qalıb. Turşununsa 2 dənə deməli hidrogeni gedib, birisi qalıbdır. Yəni HPO4 qalıb. Kalsium özü 2 valentlidir. HPO4 də 2 valentlidir. Niyə? Çünki bu H3PO4-ün qalığıdır. Ki 2 dənə hidrogen gedirsə 2 valentli olur. Onlar ayaqlarına da heç nə düşməyəcək. Burada bir məqam var uşaqlar. Bütün əsaslar, bütün turşularla reaksiya girəcək. Burada fərq yoxdur. Suda həll olur, olmur, nə bilim turşu yeməlidirsə həllidir. Nədirsə də artıq hamısı reaksiya daxil olacaq. Daha bir şey var. Dostlar, neytrallaşma reaksiyası deyəndə nə başa düşəcək? Əsas və turşular arasında normal duz və su alınmasına gedən reaksiyalar neytrallaşma reaksiyaları hesab olunacaq. Yəni, bizim birinci reaksiyamız neytrallaşmadır. Niyə? Çünki normal duz alındı. Əslində, müasir dövrdə bu neytrallaşma reaksiyasında bir balaca da başqa cürdə yanaşma var. Belə deyək də, sonuçda mühitdən H və OH iyonunun neytrallaşdırılması prosesi baş verirsə, bu özdə neytrallaşma reaksiyası hesab olunacaq. Məsələn, nə demək istəyirəm? Deyək ki, məsələm üçün, baxın, natrium, deyək, HSO4, üstünə gəlirəm, deyək ki, natrium OH. Fikir verin, öncəliklə, bax, bu duzun içində H var idi. Mən bunun üstündən natrium OH gəlməklə, buradakı H ilə OH birləşirlər. Bax, bu H ilə OH birləşirlər. Əmələ gətirir H2O. Nə qaldı yerdə? Natrium SO4, buradan da natrium qaldı. Yəni, natrium 2SO4. Baxın, buna da biz neytrallaşma kimi baxa bilərik. Qısası, siz H-ın və OH-ın birləşdirilərək suya çevrilməsindən gedən reaksiyalara diqqət edin, onlar neytrallaşma hesab oluna bilər. Bir dənə bir şey var uşaqlar. Ümumiyyətlə, bir turşulu əsasların, bir əsaslı turşular yalnız və yalnız normal duz əmələ gətirə bilirlər. Bunu biz necə başa düşək? Baxın, deyək ki, həmişə duzun içərisinə turşunun da əsasında qalığı daxil olur. Yəni, bu natrium OH, onun qalığı necə əmələ gəlir? Öz OH-ını verir və qalıq qalır da. Və bunun da 2 dənə OH-ı yoxdur axı. Bir dənə OH var. Yəni, bu qara gün ancaq natriumu əmələ gətirə bilir da, natrium OH qalığını əmələ gətirə bilmir. Və yaxud da, indi H-xlorda da. H-xlorun da qalığı olmalıdır, əziz dostlar. H-xlorun qalığı üçün turşu özündən hidrogen atır və qalığa çevrilir. İndi təsəvvür edin, bunun bir dənə hidrogeni var. 2 dənə hidrogen yoxdur ki, birini atsın, biri qalsın. Bunun bir dənə hidrogeni var. O da gedincə bu xlora çevrilir. Qısası uşaqlar fikir verin. Bunları neçənin neçəyə nisbətində götürürsə götürün, fərq yoxdur. Buradan yalnız normal duz alınacaq. Bəs nə olacaq? Birdən, deyək ki, birindən 5 mol, birindən 4 mol götürsəz, təbii ki, artıq qalacaq birindən. Amma, yəni, normal duz alınacaq. Başqa bir variantımız yoxdur. Keçək, dostlar, əsasların, deməli, kimya xassələrinin davamına. Dostlar, qələvlər amfoter metallarla reaksiya daxil olacaq. Yəni, burada nə əmələ gələcək, dostlar? Alınacaq natrium 2, sink O2 və hidrogen çıxacaq. Bir şeyə diqqət edək. Alüminiumla olanda burada su da yazacaqsınız. Bu arada uşaqlar, bu yazdığım 2 dənə reaksiyanı hökmən əzbərliyinə, testdə qabağımıza əməlli baş çıxacaq. Yəni, qayda falan yoxdur, sadəcə əzbərləyirik. Belə başa düşək də bunu. Kalium, alüminium O2, üstünə gəlirəm H2. Sonuçda duz və hidrogen alınır. Sadəcə sink olanda su gəlməyin.
Deməli, sink olmasa su gələcəksiniz. Belə. Dahası, əsaslarla duzların reaksiyalarını biz əslində bayaqlar toxunduq. Belə bir şey olmalıdır. Reaksiya girən maddələr, yəni reagentlər hər ikisi suda həll olan olmalıdır və məhsullardansa heç olmasa biri ya çöküntü, ya qaz, ya da su əmələ gətirməlidir. Yəni, məsələn, natrium OH-la kuprium SO4-ün reaksiyasına baxaq. Natriumla kupriumun yerini dəyişək. Burada nə alınacaq? Alınacaq natrium 2SO4 üstünə gələn kuprium OH 2 dəfə. Niyə mən bu ikiləri yazdım? Baxın, natrium 1 valentlidir, OH qrupu da 1 valentlidir. Kuprium SO4-də, SO4 də 2 valentlidir, kuprium da 2 valentlidir. Ona görə də SO4 2 valentli, natrium 1 valentlidirsə, natrium ayağına 2 düşdü. Kuprium OH2-də də OH 1 valentlidir hər zaman, kuprium burada 2 valentlidirsə, OH-ın ayağına 2 düşdü. Deməli, dostlar, yəni fikir verilirsə, natrium OH suda həll olan maddədir. Kuprium SO4-də də bütün SO4-lər suda həll olurdu, bir dənə Pubac Casırvanın SO4-lərindən başqa. Alınan maddələrdə də fikir verin, kuprium SO4 çöküntüdür. Çünki o qələvi deyil, yalnız qələvlər suda həll olurdu. Sonra qələvlərin üstünə amfoter əsas gələndə, fikir verin, 2 dənə əsasdan burada söhbət gedir ha. Amma biri qələvidir, yəni suda həll olunasıdır, biri də amfoterdir. Uşaqlar, amfoter olmasa bu reaksiya getməz. Və buradan da nə alınacaq? Natrium 2, deməli, sink O2 üstünə gələm H2O. Bunu necə başa düşək uşaqlar? Baxın, mən bu reaksiyanı biraz qəlibə yazıram. Belə yazıram. Natrium OH üzərinə gəlirəm. H2 sink O2. Sinkat turşusu kimi yazıram bunu. Yəni uşaqlar, belə deyək də, bu amfoter əsası mən bir turşuya oxşadıram. Turşu kimi yazıram bunu. Sink OH 2 dəfə. Buradan da nə edək? Natriumla hidrogenin yerini dəyişək. Ona görə oldu natrium 2 sink O2 üstünə gəlirəm H2O. Bir şey deyim. Əgər digər əsaslar olacaqsa, məsələn, deyək ki, kuprium OH üstünə gəlirəm sink OH2. Bu reaksiya gedəcək uşaqlar xeyr. Çünki bu qələvi deyil. Ona görə bu reaksiya getməyəcək. Və yaxud da deyək ki, məsələn, deyək natrium OH üstünə gəlirəm kuprium OH. Bu reaksiya gedəcəkmi? Xeyr. Niyə? Çünki bu amfoter deyil. Deməli, biri qələvi, biri amfoter olunca bu reaksiyamız gedəcək. Yoxsa getməz. Uşaqlar, biz çoxəsaslı turşulara, deməli, çoxəsaslı turşular ümumiyyətlə normal turş və 2 qat duz əmələ gətirir kimi baxacaq. Niyə? Məsələn, uşaqlar, belə bir şey deyim. Baxın, H2SO4 var. Deyilmi? Əgər mən bunun bir dənə hidrogenini metalla əvəz etsin, bax, bir dənə hidrogen deyirəm. Məsələn, deyək ki, bunun bir dənə hidrogenini natriumdan əvəz eləmişəm. Baxın, natrium HSO4. Fikir verin, turş duzu alındı. Mən neyindim? İndi bunun 2 hidrogenin ikisini də natriumdan əvəzləyirəm. Nə olacaq onda? Natrium 2SO4. Bu da sizə normal duz. İndi neyindim? Bunun 2 dənə hidrogenin birini natriumla, birini kaliumla əvəz edirəm. Yəni, natrium, kalium SO4. Baxın, bu da 2 qat duz oldu. Onda belə bir şey deyirlər. Çox əsaslı turşular həm normal, həm turş, həm də 2 qat duz əmələ gətirə bilirlər. Çox turşulu əsaslar. Məsələn, kalsium OH 2 dəfə. Yəni, OH sayı çox olanlar. Gəlin belə eləyək. Bunun OH-ının birini çıxarıb əvəzinə turşu qalığı alıram. Yəni, alınır kalsium OH NO3. Bu oldu əsası duz. Və yaxud da indi nə edirəm? Bunun OH-ının ikisini də çıxarıb əvəzinə NO3 salıram. Nə olacaq? Kalsium NO3 2 dəfə. Bu da sizə normal duz. İndi nə edirəm? Bu dəfə bunun deməli OH-ının birinin yerinə xlorid qalığı, birinin yerinə də nitrat qalığı. Yəni baxın, kalsium, xlor, NO3. Bu da sizə qarışıq duz. Ona görə deyirlər çox turşulu əsaslar. Nə əmələ gətirir dostlar? Deməli, əsası duzda əmələ gətirir, həmçinin deməli normal duzda və qarışıq duzda əmələ gətirə bilir. Dəyərli dostlar, diqqətinizə görə təşəkkürlər.